Asif müəllimə söz vermək istəyirik. Buyurun Asif müəllim. Əziz Satsöz həvəskarları, bugün Binəli Bayramın yaradıcılıq gecəsinə toplaşmışıq. Çox gözəl bir məclis alındı və Binəli Bayramın 60 yaşının yubileyini qeyd edirik. Deyir 60 yaş qocalığın cavanlıq dövrüdür. Bu yaşdan Binəli Bayram zirvəsindən boylananda haqqı var ki, şairimiz öyünsün. Mən Binəli Bayramı yaxşı tanımıram. Amma yaradıcılığına yaxşı bələdəm. Biz ən çox ünsiyyəti, necə deyərlər, onlayn başlamışıq və şəxsən birinci dəfədir dəvət eləmişdi, mən də gəldim. Hesab edirəm ki, bugündən sonra bizim münasibətimiz daha sıx olacaq və bugün bu məclisdə, bu məclisin belə şən keçməsi təbii ki, bu bədii hissəni quran yoldaşlardır. Onların başında da Sumqayıt Aşıqlar Birliyinin sədri ustad aşığımız Çərkəz müəllim durur. Çərkəz müəllimin rəhbərliyi ilə bu gözəl aşıqlar, məsələn burada Sayad xanımın məlahətli səsi, bu cavan oğlanın universitet tələbəsinin gözəl sazı, saz havaları, sonra Aşıq Təmreyxan qardaş, Təmreyxanın qardaşı. Mən səni Təmreyxanın qardaşı kimi tanıyıram. Gözəl havacatı, bütün bunlar hamısı sağ olsun bu məclisi təşkil edənlər və mən Binəli Bayrama elə atüstü bir şeir yazmışam. İstəyirəm ki, onu oxuyan balaca bir şeirdir. Ömür sızlayan bir kaman, min arzu var, bircə güman. Satılmasın heç bir zaman qaşı Binəli Bayramın. Qaşı Binəli Bayramın. Ucalardan gəlsin səsin, tükənməsin bu həvəsin. Allah qürbətə düşməsin daşı Binəli Bayramın. Söz bağından güllər üssün, təsbih kimi ipə düşsün, sapa düşsün. Talib oğlu çatsın yüzə, yaşı Binəli Bayram. Allah